Yaxşı. Toplu 2019 birinci hissə. Deməli, kvadrat köklər həqiqi üslü qüvvət bölməsində kəsrlərin ixtisarı, ifadələrin sadələşdirməsi və ədədin qiymətinin tapılması. 91-dən sonrakılar işləyir uşaqlar. Deməli, 91 belə. Kök altında x üstə gələk 1. Burada x kök altında x. Üstə gələk x. Üstə gələk kök altında x. Bölək. 1 bölək. X kvadratı çıxar kök altında x ifadəsini sadələşdirir. Deməli, bərabər. Bu kök altında x üstə gələk bir sürətdə qalır. Məxrəcdən kök altında x-i çıxardıram. X üstə gələk kök altında x üstə gələk 1 qalır. Bunda vuraq, belə eləyirəm. X-i mötərizə, kök altında x-i mötərizə xaricdən çıxardanda buradan qalır x kök altında x çıxar 1. Bərabər. Şöyle bu ikisi ixtisar gedir vardır. Burada nə qalır? Deməli, kök altında x üstə gələk 1. Bax, bu x kök altında x belə yaza bilərəm ki, kökdə x-in kubu çıxar 1-in kubu kimi. Burada da x üstə gələk, kök altında x üstə gələk 1 kimi. Bu da bərabərdir. Sürətdəki bu kökdə x üstə gələk 1 qalır. Bu kubular fərqidir. Yəni, kökdə x çıxar 1. Sonra isə natamam kvadrat. X üstə gələk kök altında x üstə gələk 1. Burada da x üstə gələk kökdə x üstə gələk 1. Qısar gedəndən sonra görürsünüz, kökdə x üstə gələk 1, kökdə x çıxar 1. Kvadratlar fərqidir, x çıxar 1 qalır. B var. 93-ə baxaq. Yaxşı. 93 də belə. A bərabərdir. Kökdə 8, üstə gələk kökdə 3. B-də bərabərdir. Kökdə 8 çıxar kökdə 3. Olarsa, A kvadratı üstə gələk B kvadratı ifadəsinin qiymətini tapır. Deməli, bunu belə yazıram. A üstə gələk B mötərizə kvadratı çıxar 2AB şəklində. Bu da bərabər. A üstə gələk B nə demək? Kökdə 8, üstə gələk kökdə 3, üstə gələk kökdə 8 çıxar kökdə 3 mötərizə kvadratı, çıxar 2 vuraq kökdə 8, üstə gələk kökdə 3, vuraq kökdə 8, çıxar kökdə 3. Bu da bərabər. Bu ikisi gedəndən sonra bu 2 kök altında 8 kvadratı çıxar 2 vuraq, bu da kvadratlar fərqidir, 8 çıxar 3. Bərabər. Bu 4, 8-ə vuranda 32 çıxar. 2-ni 5-ə vuranda 10 edir. 22 var mı? 95-ə baxaq. 95 də belə çıxar. 95 yazır ki, kök altında 5, üstə gələk 2, kök altında 9 çıxar, 4 kökdə 5. İfadəsinin qiymətini tapır. Deməli, bərabər. Bu kökdə 5 üstə gələk 2. Bu səhv eləmirəmsə belədir. Kökdə 5 çıxar 2 mötərizə kvadratı. Görək doğrudan elədim. 5, 4, 9, hə. Onda bundan da çıxır kökdə 5 üstə gələk 2. Bundan modulda kökdə 5 çıxar 2. Müsbət olduğu üçün bu da kökdə 5 üstə gələk 2. Kökdə 5 çıxar 2. Bu isə 5 4, 1 edir. 97-yə baxaq. 97 belə. 97 belə. Deməli, kök altında 75 bölək 10. Üstə gələk 6 bölək kök altında 12 bölək kökdə 3 ifadəsinin qiymətini hesablayın. Deməli, bərabər. 75 bu 5 kök altında 5 deməkdir. Da 5 kökdə 3'dür yoxsa 5 kökdə 3 bölək 10 üstə gələk. 6 bölək bu da 2 kökdə 3 deməkdir. Bölək kökdə 3 deyilər. Vuraq 1 bölək kökdə 3 də bölək. Bərabər. Deməli bu nə oldu? Kök altında 3 bölək 2. 6 ilə bu gedəndə 3 eləyir. 3 ilə də bu gedir kök altında 3. Kök altında 3 də bölək. Deməli, vuraq 1 bölək kökdə 3. Paylama xassəsinə görə vurub açanda bu eləyir 2 dəri. Üstə gələk 1
2'də 3 və ya 1,5 var mı? 1,5. 99'a baxaq. 99. Belə. 4, 4'ün dərəcə 2 kök altında 5 çıxaq 4 vuraq kök 4'ün dərəcə 2 kök altında 5 üstə gələk 4 məxrəcdə də kökdə 2 ifadəsinin qiymətini isə eyni kökü gətirəm kökün altında da aşağı ifadələr fərqli olur kök 4'də 2 kökdə 5 çıxaq 4 2 kökdə 5 üstə gələk 4 burada da kök altda 2 bərabər deməli sürətdə kök 4'ün üzərində 2 kökdə 5 nəyin kvadratı idi? 20 çıxaq 16 eləməyəcək. Burada da kök altda 2 bərabər kök 4'ün üzərində 4 kökdə 2 bu da kök altda 2 bölək kök altda 2 cavab 1 yaxşı 101'ə baxaq 101 belə kök 6-cı dərəcə 7 çıxaq 4 kök altında 3 bura kök 3-cü dərəcə kök altında 3 üstə gələk dərəcələri eyniləşdirəm ikincini də aşağı 6-cı dərəcədə ondan olur kök 6-cı dərəcə 7 çıxaq 4 kök altında 3 bura kök 6-cı dərəcədə kök altında 3 üstə gələk 2'nin kvadratı bu da bərabərdir. Kök 6'cı 7 çıxaq 4 kökdə 3. Vuraq kök 6'cı bax bu 3 eləyir. Bu da 4 eləyir. 7 üstə gələk 2 kök 4 kökdə 4 kökdə 3 də belə. Eyni kökə gətirəm kök 6'cı 7 çıxaq 4 kökdə 3. 7 üstə gələk 4 kökdə 3 də belə. Bu da bərabərdir. Kök 6'cı 49 çıxaq 48. Bu da kök 6'cı 1, bu isə elə 1'in özü. 103. 103 də belə uçur. Deyir ki, x bərabərdir. 2 üstə gələk kök altında 3. Olduqda x kvadratı çıxaq. 4x üstə gələk 3 ifadəsinin qiymətini hesablayaq. Hesablayaq da. Gəlin belə bir iş görək. Deyirəm ki, bunu belə eləyirəm. X kvadrat çıxaq 4x üstə gələk 4 çıxaq 1 kimi yazın. Bu da eləyir. Kök deməli x çıxaq 2 mötərizə kvadratı çıxaq 1. Bu da bərabərdir. X-in əvəzinə yazın. 2 üstə gələk kök altda 3 çıxaq 2 kvadratı çıxaq 1. 2'lər gedir. Kökdə 3'ün kvadratda 3 çıxaq 1 cavab 2 edir. 105'ə keçək. 105 də belə. Deyir ki, kökdə y çıxaq 1 bölək kökdə y bərabərdir 2 olarsa, y üstə gələk 1 bölək y ifadəsinin qiymətini tapır. Birinci bərabərin hər iki tərəfini kvadrata yüksəldik. Yəni, kökdə y çıxaq 1 bölək kökdə y kvadratı bərabər 4. Açılışda y üstə gələk 1 bölək y çıxaq 2 bərabər də 4 edir. Niyə 2 edir? 2 vuraq, birinci vuraq ikimiz də. 2 də getdi. Onda y üstə gələk 1 bölək y 6 edir. 107'ye baxaq. 107 də belə. Deyir ki, 14 üstə gələk 6 kök altda 5. Burada da 3 çıxaq kökdə 5'in üstü mənfi 2. Bərabər. Baxaq görək nədir? Mənfi 2, o da belə olur. 14 üstə gələk 6 kök altında 5. Burada da 3 çıxaq kökdə 5'in kvadratı edir. Onda 14 üstə gələk 6 kök altında 5. Bunu da alacağım. 9 üstə gələk 5 çıxaq 6 kökdə 5 də 5. Deməli nə olur?
14 üstə gələk 6 kökdə 5. 14 çıxar 6 kökdə 5-i. Bu da 14'ün kvadratı 196 çıxar. 36 ilə 5'ə burada 180 verir. 180, 16 buna görə. 16. 109'a baxaq. 109. %9'da belə düşər. Deyir ki, y bərabərdir mənfi kök 3-cü dərəcədən 5 olarsa, y kvadrat üstə gələk 2a, y-də 4 çıxar 2a, y kvadrat üstə gələk 4a kvadratı çıxar 8a kubu ifadəsinin qiymətini tapır. Görürsünüzmü? Mötərizələr müxtəsər vurmaq üstü, kublar cəmidir. Yəni bu nə demək? Bu y kvadratının kubu üstə gələk 2a'nın kubu demək. Çıxar 8a kubu. Bu da y üstü 6 üstə gələk 8a kubu çıxar 8a kubu. Bunlar da gedəndən sonra y üstü 6. Bu da nə olacaq? Deməli, mənfi kök 3-cü dərəcənin 5'in üstü 6. Bu isə mənfi 5'in kvadratı 25 eləmək. 111. 111'də deyir uşaqlar. Deyir ki, a böyük 2 olduqda a kvadratı 2 çıxaq a vuraq kök altından 1 bölək a üstə gəlir 4 vuraq 1 çıxaq a kubu ifadəsini sadələşdir. Hələ birinci kökün altını sadələşdirək görək nə olur. Burada a kvadratı 2 çıxaq a. Vuraq kök altında a kubu olan məxrəci gətirir. A kubu. Burada da vuranda bura a kvadratı üstə gələk. 4 çıxaq 4 ayırdır. Bərabərdir. Burada a kvadratı 2 çıxaq a. Yaxşı, bu a kubu olur. 111 idi. 2 olduqda a kubu 3'ün düzüydü. Doğru. Bu da var, kök altında a çıxaq 2 mötərizə kvadratıdır. Bu da a kubu. Bərabər. Ayrı-ayrı kəsrlərdə yazın. Bu a kvadratı bura 2 çıxaq a. Vuraq. Bu kök altında a çıxaq 2'nin kvadratı. Bu da kök altında a kubu edir. Yazır ki, a 2'dən böyük, yəni a müsbət. Onda nə olur? Onda qalır. Bu heç bu a kvadratı 2 çıxaq a bölüsün. Vuraq. Bu modulda a çıxaq 2 çıxır. Bu da modul a müsbət olduğu üçün modul a kök altında a. Qoy a açıqlamasından yazın. Onda burada a kvadratı 2 çıxaq a. Bu a 2'dən böyük olduğu üçün müsbət ədəddir. Deməli, bunun özü olur a çıxaq 2 çıxır. A da ki, müsbət a kökdə a'dan olur. Bununla bu gedir mənfi 1 qalır. A ilə bu gedir. Mənfi kökdə a və yaxud mənfi 2 dərvəcə belə bir şey var. Mənfi kökdə a-dır. Cavab mənfi kök altında a. 113'ə baxaq. 113 belə uşaqlar. 113. Kök altında 13 çıxaq a. Bərabərdir 8 çıxaq kök altında 6 üstə gələk a. Olarsa. Deyir ki, kök altında 13 çıxaq a. 6 üstə gələk a. İfadəsinin qiymətini tapır. Çox asan. Sağdakı kökü işarəsinin əksinə dəyişib sola keçsin. Bu burada dursun. Kök altında 13 çıxaq a. Üstə gələk kök altında 6 üstə gələk a. Bərabərdir 8. İndi bunun hər iki tərəfini kvadrata yüksəldirlər. Yəni, kök altında 13 çıxaq a. Üstə gələk kök altında 6 üstə gələk a. Mötərizə kvadratı bərabər edir 64. Birincinin kvadratı, kökü kvadratı edir 13 çıxaq a. Üstə gələk ikinci kvadratı yəni. 6 üstə gələk a. Üstə gələk 2 vuraq.
Kök altında 13 çıxaraq eyni kökdə yazılır. Bura 6 üstə gələ ya. Bərabər də 64. A'lar getdi. Burada qaldı 13 ilə 19. 19 da bu yüzden 2 kök altında. 13 çıxaq A. 6 üstə gələ ya. 19 çıxanda 64'dən 45 mi edir? 45. 2'ye də böləndə kök altında 13 çıxaq A. 6 üstə gələ ya. 22 onda 5 var mı? 22 tam onda 5. Çox gözəl. 115'e keçək. 115. 115 biraz dolaşıqdır. O yeri buranı boşaldım. Yaxşı gen yerdə yazıq. 115 belə. Kök altında B. Kök 400 dərəcədən B. Bərabərdir 5. Və B böyük 0. Olarsa, kök 400 dərəcədən B. Sonra, kök altında B üstə gələk 5. Vura B üstə gələk 25. Çıxaq B kvadratı ifadəsinin qiymətində. Çox gözəl uşaq. Deməli, bax, burada belə bir dəyişkən. Bu B böyük 0'ı buradan yazın. Bax, buradan alınır ki, kök altında B, çıxaq 5 bu bərabərdir. Kök 400 dərəcədən B-yə. Razısınız? Dönürsən bu yerin, bu üzə keçsin, bunda var. Bax, bu kök 400 dərəcədən B-nin əvəzinə bu ifadəyi yazılır. Bərabərdir. Nə alır? Kök altında B, çıxaq 5. Kök altında B üstə gələk 5. B üstə gələk 25. Çıxaq B kvadratlanır. Bərabərdir. Bax, bu elədi kvadratlar fərqi. Yəni nə? B çıxaq 25 elə. Davamı gəlir. B üstə gələk 25, çıxaq B kvadrat. Yenə bu da kvadratlar fərqi. Olur, B kvadratı çıxaq 625, çıxaq B kvadrat. Mənfi 625 cavab. 117. 117. 117. Görək nədir? Böyle ki sonuncu görmək üçün uşaqlar deyir ki n bərabərdir 15 olduqda 4n kvadratı üstə gələk 4n üstə gələk 120. Burada da kök altında n üstü 4 üstə gələk 2n kubu üstə gələk n kvadratı ifadəsinin qiymətini tap. Maraqlı. 4n yaxşı 4'ü çıxartdıq. 30 hə. 30'da bir fərqindən 6, 5 də düz gəlmir. Görək nə olur? Bunun qiymətini tapdım. Tapaq da görək nə olur? 4'ü çıxardıram. Bu heç n kvadrat üstə gələk, y üstə gələk 30. Düzdür. 5 ilə 6 düz gəlmir. Buradan da kök altında n kvadratını çıxardıram. Bu da n kvadrat üstə gələk 2, n üstə gələk 1. Bu da bərabərdir. 4 vuraq n kvadratı üstə gələk, y üstə gələk 30. Bu nə edir bən? N kvadratından çıxır. Bax, belə olur. N kvadratı vuraq n plus 1. Bu elə. Mötərizə kvadratı da bu elə. Bu da bərabərdir. 4 vuraq. N kvadratı üstə gələk, n üstə gələk 30. Düzdür. Bu da buradan çıxır. N vuraq n plus 1. N vuraq n plus 1. Niyə müsbətdir da? N 15. Bu da bərabərdir. Bu görür, bunu nəfər edirlər. Hazır. Bax, bunu da belə edirəm. Davamlı buradan yazım. Bərabər. Bax, bu 4 vuraq. N kvadrat üstə gələk n'ni də, n'ni çıxardıram, n plus 1 üstə gələk 30 yazır. Bu da n plus 1 yazır. Bərabər. Fikir verin, 4 vuraq. n plus 1, bölək n plus 1. Üstə gələk, 4 vuraq 30, n plus 1 də belə. Bərabər. Bunlar getdi, 4 qaldı mı? Üstə gələk. 4 vuraq 30, n
n 15'dir. 15 vuraq 16 da bu edir. Düzdür? Bərabərdir. 4 üstə gələk. Bax, bu 15 ilə bu getdi 2 qaldı. 2 ilə də 8 eləyir 16, 2-də 1. 4 tam 10'da 5 demək. Və bütün cüt sayda olanları evdə yazacaqsınız növbəti dəfə.